Salam, hər vaxtınız xeyir olsun, hörmətli Neftçi TV izləyiciləri. Bura Asko Arenadır və bugün Əvəzedicilər Liqasının 27-ci turunda Neftçi bu meydanda Səbaillə üz-üzə gələcək. Səbail 2 və Neftçi 2 futbolçuları meydandadırlar. Komandaların heyətləri ilə tanış ola bilərik. Başlayaq əvvəlcə meydan sahiblərindən. Səbail 2-nin start 11'liyi bu cürdü. Qapıda 91 nömrə Tural Mirsultanov, 14 Süleyman Alluş. Neftçi 2-nin heyətini nəzərinizə çatdırım. Qapıda kapitan 95 nömrəli Rəvan Kazımov, 71 Cavanşir Şahbazlı, 67 Fariz Xeyrullayev, 68 Nurlan Musayev, 75 Sənan Ağayev. İnqilab Məmmədov fitini səsləndirir və maç başladı. Neftçiyə uğurlar arzulayırıq. Mərkəzdən Səbail futbolçuları topu oyuna daxil etdilər. Özü yaxşı irələmişdi, ötürməsi də dəqiq idi. İndi İsmail Qurbanlı burada rəqibindən əla yayındı, gördü solcanı, ötürməsini etdi. Cavanşirdir burada. Cavanşir Şahbazlı çəkdi mərkəzə, zərb indirir Cavanşir. Dəqiq alınmadı. Şahbazlı. Agil, Tural. Mirsultanov, irəli ötürmə, Nurlan Musayev, ötürməni qarşıda kəsir, Nurlan topla irəliyir, Musayev özü getməyə çalışdı, Nurlan cərmə meydançasına daxil olur, Musayev! Alınmadı, alınmadı, indi əks hücum Səbaildan, təhlükəli ola bilər, Oruc gəlir topla, Məmmədov sağ cinahı gördü, ötürməsini etdi, zərbə indirilir və hesab açılır. Rəvan Abbasov 24-cü dəqiqədə hesabı açdı, əks hücumda. Əks hücumda qolu tapdı Səbail 2 komandası. Təəssüf ki, Neftçi hesabda geri düşür. Əks hücuma çox yaxşı çıxdı Səbail komandası. Oruc Məmmədov topu yaxşı daşıdı. Sağ cinaha ötürməsini etdi və Rəvan Abbasov topu qapıdan keçirdi. Topu vurdu irəli və İnqilab Məmmədov oyunda birinci hissəni bitirir. Və ilk hissədən sonra Səbail 2-nin 1-0 hesablı üstünlüyü var Rəvan Abbasovun vurduğu qolla. Hörmətli izləyicilər, fasiləyə ayrılırıq. İkinci hissədə yenidən görüşərik. Start fitini yenidən səsləndirir. Bu dəfə oyun həqiqətən ikinci hissə başladı və Neftçiyə bir daha uğurlar arzulayırıq. Üçüncü cəhdə mərkəzdən top oyuna daxil edildi. Aslan ötürməsi Elcan istiqamətində. Elcan Əbilov sol cinahda topladı. Elcan Əbilov. Elcan keçdi rəqibini. Əbilov baxır qapı qarşısına. Ötürmə. Qapıcı topu götürür Tural Mirsultanov. 90-cı dəqiqə başladı. Nurlan Musayevin ötürməsi qapı qarşısına. Bahadır Quliyev. Zərbə almır. Yox, uzaqlaşdırırlar topu. Nurlan daha bir ötürmə olacaq. Musayev. Nurlanın ötürməsi cərmə meydançasına başla qarşıladılar. Top meydandan çıxır, out Neftçinindir. Nurlan. Cavanşir. Şahbazlı. İrəlilədi. Ötürməsi yoxdur, oyundan kənar vəziyyət. Nurlan zərb indirir. Tural Mirsultanovun üzərinə gedir. Topu götürdü. Tural. Aslan Şirinov. Ötürmə cərmə meydançasına. Qapıcı burada topu əlindən buraxır. Zərbə olacaqmı? Yox, Tural götürdü topu. Tural Mirsultanov götürür topu. Fərhad sağ cinaha, Bəhram Köçərli qəbul edə bilmədi. Sağ cinahdan hücumumuz. Elcandı topla, Elcan zərbə indirilir. Əbilov alınmadı. İrəlidə oynayır. İndi ötürmə keçəcəkmi? Real gedir. Burada Altay Turan Bəqdaşoğlu heç bir yerə vəsiqə vermir. Yəni bu çempionatda çempion olan komanda hər hansısı bir belə deyək, məsələn, Gənclər Liqasında qalib olan komanda UEFA Gənclər Liqasına yollanır. Ancaq Əvəzedicilər Liqasının yeganə məqsədi məhz A komandaya oyuncu yetişdirməkdir. Ancaq Neftçi ilə oyunlarda, Neftçi 2 ilə oyunlarda bütün komandaların heyətində biz əsas komandadan futbolçular görürük. Şimdi burada oyun başa çatıb, ancaq mübahisələr başa çatmayıb.